Salam, hər vaxtınız xeyirli olsun. Funksiyalar bölməsindən əvvəlki illərin qəbul imtahana düşmüş sualların izahına baxırıq. Keçək birinci suala. Qrafiki -3, 5 nöqtəsindən keçən funksiyanın qiymətlər çoxluğunu tapın. Əgər funksiyanın qrafiki -3, 5 nöqtəsindən keçirsə, x-ə -3, y-ə 5 verib əvvəlcə m-i tapaq. 5 bərabərdir. -3-ün kvadratı 9, çıxılsın 3m, üstəgəl 10. Buradan da 25 bərabərdir. 19 çıxılsın 3m. 3m bərabərdir -6, m bərabərdir -2. Onda bizim funksiyamız y bərabərdir x kvadrat çıxılsın 2x üstəgəl 10'dur. Sonra x kvadrat çıx 2x üstəgəl 10'u biz yazırıq. X kvadrat çıxılsın 2x üstəgəl 1 üstəgəl 9. Bu da bərabərdir. X çıxılsın 1'in kvadratı üstəgəl 9. X çıx 1'in kvadratı ən kiçik qiyməti 0'dır. 0 üstəgəl 9 elədi 9. 9'dan da 3 çıxır. Deməli funksiyanın ən kiçik qiyməti 3'dür. Qalan qiymətlər 3'dən müsbət sonsuza qədər olacaq. C variantı. İkinci sual. Funksiyanın təyin oblasına götürmüş x-lər üçün ifadənin qiymətini tapın. Əvvəlcə funksiyanın təyin oblasını tapaq. Y bərabərdir. -x kvadratı birinci yazaq. Üstəgəl 8x çıx 15. Bu formada. Bunun təyin oblasını tapaq. Təyin oblası kök 6 olduğundan kökün içərisi cüt dərəcə olduğu üçün 0'dan böyük bərabər götürərik. 8x çıx 15 böyük bərabər 0. Hər tərəfi mənfiyə vursaq, x kvadrat çıx 8x üstəgəl 15 kiçik bərabərdir 0. Bunun da vuruqları x minus 3, x minus 5 kiçik bərabərdir 0 olur. Ədəd ox çəkirik. 3, 5 nöqtəsini qeyd edirik. İçi dolu. 5'dən böyük müsbət, mənfi, müsbət. Olduğu kiçiklər 3, 5 parçası. 3, 5 parçasından götürülmüş x-lər üçün hesablayırıq. Modulda x minus 5 üstəgəl modulda 2x üstəgəl 2,7 çıxılsın modulda x minus 3. X 5, 3, 5 arasındadır. Yəni 5'dən kiçik olduğundan onda x minus 5 moduldan əksinə çıxacaq. 5 çıx x. Üstəgəl 2x üstəgəl 2,7. X 3, 5 parçasındadır. Yəni müsbət qiymətdir. Onda bu da müsbət olacaq. 2x üstəgəl 2,7. X 3'dən böyük olduğu üçün bu modulun içində müsbət olar. Olduğu kimi çıxar. Çıx x üstəgəl 3 bərabərdir. Mənfi x 2x mənfi x getdi. 5 üstəgəl 2,7 elədi 7,7. Üstəgəl 3 elədi 10,7. D variantı. Üçüncü sual. Funksiyanın təyin oblasını tapın. Yenə kök 6 cüt dərəcədəndir. Ona görə x üstəgəl 4 0'dan böyük bərabər götürürük. X də böyük bərabərdir -4. Yəni -4'dən müsbət sonsuza qədər cavab oldu D variantı. Dördüncü sual. Funksiyanın təyin oblasını tapın. Yenə cüt dərəcədir. Ona görə hər bir kök 6 ifadəni 0'dan böyük bərabər götürərəm. Burada x kiçik bərabərdir 2. Bir də 2x böyük bərabərdir 0. X 0'dan böyük bərabər. Yəni 0'dan böyük 2'dən kiçik 0. 2 parçası. O da olur A variantı. Beşinci sual. Düz xəttin bucaq əmsalını tapın. 4x üstəgəl 3y bərabərdir 7. Biz buradan y-i tapaq. 3y bərabərdir 7 çıxılsın 4x və hər tərəfi 3'ə bölsək 3'də 7 çıxılsın 3'də 4x. Bucaq əmsalda bilirik ki, x-in əmsalıdır. Mənfi ilə bir yerdə, o da eləyir -3'də 4. Cavab oldu E variantı. 6. Y bərabər fx funksiyası bütün ədəd oxunda təyin olunmuş və əsas dövrü 9'a bərabər olan tək funksiyadır. Onda 2f14 çıxılsın f18 bölünsün f-5 üstəgəl 8.
Əsas dövr 9-dursa, biz onda bilirik ki, funksiyanın dövrü t olanda x minus nt bərabərdir fx, o da bərabərdir fx üstə gəl nt. Yəni dövrün istənilən misilləri qədər əlavə eləsək, funksiyanın qiyməti dəyişmir. Onda f14, 14-dən 9 çıxsaq, biz alırıq 5, oldu f5. 18-dən də 2-dən 9 çıxsaq, eləyir f0. F mənfi 5. Bilirik tək funksiyada f mənfi x ilə mənfi fx-dir. F mənfi 5 yazırıq mənfi f5. Üstə gəl 8. Biz qaydadan bilirik ki, tək funksiyada f0 0-a bərabərdir, sərbəst həddə olmadığı üçün. Onda f0-a 0 desəm, yerdə qalır 2f5 bölünsün mənfi f5 üstə gəl 8. F5'lər getdi, qaldı mənfi 2 üstə gəl 8, bu da elədi 6. Keçək 7-ci suala. K parametrinin hansı qiymətində funksiyanın qrafiki abs oxuna toxunur? Abs oxuna toxunursa 2 bərabər kökü var deməli. 2 bərabər kökü varsa bunun diskriminantı 0-a bərabərdir. Y bərabərdir 2k çıxılsın 5 x kvadrat çıxılsın 2 vurulsun k çıx 1 üstə gəl 3. Diskriminantını tapırıq. Olur mənfi 2 k çıxılsın 1 kvadratı çıxılsın 4ac 4 vur 3 bu da vurulsun 2k çıx 5. Sadələşdirək 4 vurulsun k çıx 1'in kvadratı k kvadrat çıx 2k plus 1 çıxılsın 12 vurulsun 2k çıx 5. Diskriminantı da 0-a bərabər edir. Bu da eləyir 4k kvadrat çıx 8k üstə gəl 4 çıxılsın 24k üstə gəl 60 bərabərdir 0. 4k kvadrat 8k da 24k elədi 32k üstə gəl 64 bərabərdir 0. K kvadrat çıxılsın 8k üstə gəl 8 bərabərdir, üstə gəl 16 bərabərdir 0 olur. Buradan da k minus 4'ün kvadratının açılışıdır, bərabər 0. K da elədi 4. 8-ci sual. Təyin oblastını tapın. Kök 6'dır. 0-dan böyük bərabər götürməliyik. Amma məxrəcdə olduğu üçün 0 ola bilməz məxrəc. Ona görə 0-dan böyük götürürük. Bu da eləyir 3 çıx x. 3 üstə gəlinsin x böyükdür 0. Mənfi 3, 3'ü qeyd edirik. İçi boş olur. Mənfi, müsbət, mənfi. Bu da eləyir mənfi 3, 3 aralığı. Sonra 9-cu sual. Hansı nöqtə funksiyanın qrafik üzərindədir? Sadəcə bir-bir yoxlayırıq. X-a qiymət veririk. Əgər y-in qiyməti alınırsa, deməli onun üzərindədir. A variantı x-a mənfi 5 verəndə 2 vur mənfi 5 elədi mənfi 10 üstə 1 mənfi 9. A variantı ödəmədir. B variantı 2 vur 2 4 üstə gəl 1 5 eləyir. Amma bizə deyir ki, x-a 2 verəndə y 0 olmalıdır. Ödəmir. D variantına baxaq. 2 vur 4 8 üstə 1 9 eləyir. Ödəmir. Amma Y variantına baxaq. 2 vur 23 46 üstə 1 47. Yəni x-a 23 verəndə y 47 alınır. Y variantı sadə şifahi sualdır. 10-cu sual. İfadəsinin mümkün həqiqi qiymətini tapın. Kök altında 2x çıx 6 üstə gəlinsin. Kök altında 12 çıx 4x üstə gəl 12x. Məxrəcdə də x çıx 1. Fikir versək ki, birinci kök altı ifadə 2x çıx 6 0-dan böyük bərabər götürüb həll eləsək. X böyük bərabər 3 alınır. İkinci kök altı ifadə 12 çıx 4x 0-dan böyük bərabər həll eləsək. X kiçik bərabərdir 3 alınır. 3-dən böyük bərabər, 3-dən kiçik bərabər. Onda yalnız x bərabər 3 ola bilər. Əks halda köklərdən biri mənfi olur, da cüt dərəcədə mümkün deyil. X-ə 3 verəndə bu kökdə 0-a çevrilir, bu kökdə 0-a çevrilir. Yerdə qalır. Sürətdə 12 vur 3, məxrəcdə də 3 çıx 1. 36-nı da 2-yə bölürəm, eləyir 18. 11-ci sual.
Funksiyanın qrafikini göstərin. Biz buradan görürük ki, y bərabərdir. Kök altında modul x çıx 4-ün kvadratıdır. Buradan da kvadratla kök gedir. Bir də modulda qalır bu formada. Görürük ki, iki modul var. Bir modul x, bir də ümumi modul. Bu o deməkdir ki, böyük modul, yəni y mənfi qiymət ala bilməz. Ona görə biz A variantını, C variantını, E variantını atırıq. B və D variantından görürəm ki, B variantında qrafikdə nədir? X-ə 0 verəndə y 4 olub. Görürəm ki, ödəyir. X-ə 0 verəndə y 4 olur. Ondan sonra x-a mənfi 4 verəndə y 0 olur. X-a mənfi 4 verəndə bəli y 0 olur və x-ə müsbət 4 verəndə də y 0 olur. Yəni qrafikim bu formada olur. Bu formada. B variantı. Bu cür misalları elə variantlardan qrafikləri bir-bir seçərək həmin qiymətləri yerinə qoyaraq da tapmaq olar. Yəni bir də funksiyanın qrafikin özünü çəkməyə ehtiyac yoxdur. 12. Uyğunluğu müəyyən edin. Funksiyanın qrafik apsis oxundan yuxarıda yerləşir. Məsələn, birinciyə baxaq. X kvadrat çıx 4x üstə gəl 10. Görürük ki, x kvadratın əmsalı, yəni A müsbətdir, parabol anqolları yuxarı olar və bunun diskriminantı nəyə bərabərdir? 16 çıxılsın, 4 dənə 10, 40. Diskriminantı da mənfidir, sıfırdan kiçikdir. Diskriminantı sıfırdan kiçikdir. Gəlin bunun qrafikini çəkək. Yəni bu apsis oxunu kəsmir. Parabol anqolları yuxarıdır. İndi apsis oxundan yuxarıda ya aşağıda yerləşməyinə baxaq. Və biz görürük ki, A sıfırdan böyük, D sıfırdan kiçikdirsə, biz bilirdik ki, belə olan halda funksiya həmişə müsbət qiymət alır. Mənfi qiymət ala bilmir. Ona görə parabola funksiyanın qrafiki apsis oxundan yuxarıda yerləşəcək. 1-ə gəldi A variantı doğru. Sonra qrafik apsis oxundan aşağıda yerləşir. Baxaq, o da 2-yə uyğun gələcək. Çox güman. Görək əgər A mənfi, D də mənfi olsa, onda apsis oxundan aşağıda yerləşir. Yəni həmişə mənfi qiymət alır. Görək diskriminantı nəyə bərabərdir? Mənfi x kvadrat üstə gəl 3x çıx 14 funksiyasının. Diskriminantını tapıram. 9 üstə gəlinsin. Və bir də mənfi olduğundan çıxılsın. 4 dənə 14, 56. Bunda diskriminant sıfırdan kiçikdir və A-sı sıfırdan kiçikdir. Ona görə apsis oxundan aşağıda yerləşir. Apsis oxuna toxunması üçün diskriminant sıfıra bərabər olmalıdır. Onda görürük ki, burada heç birində diskriminant sıfıra bərabər olan yoxdur. Deməli, apsis oxuna toxunanda olmaz. D-də deyir, qrafiki apsis oxunu 2 nöqtədə kəsir. Yəni diskriminant sıfırdan böyükdür. O da üçüncüyə uyğun olacaq. Çünki üçüncüdə diskriminant sıfırdan böyükdür. Qrafiki koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçmək üçün x-ə 0 verəndə y-də 0 olmalıdır. O da heç birinə uyğun gəlmir. Yəni 1-ə A uyğun gəldi, 2-yə B uyğun gəldi, 3-ə də D uyğun gəldi. Keçirik 13-cü suala. 13-cü sualda görə bizdən nə istəyir? Kx plus b funksiyasının qrafikinə əsasən k plus b cəmini tapın. Biz qrafikdən bizə qiymətlər verilib. Bura mənfi 5, bura 5. Biz bilirdik ki, kx plus b funksiyası verilibsə, ümumiyyətlə bütün funksiyalarda y oxunun kəsdiyi nöqtə sərbəst, yəni b bizdə 5-dir. Və görürəm ki, x-a mənfi 5 verəndə y 0 olur. X-a mənfi 5 verək, y 0. Y 0, x-a mənfi 5. Elədi mənfi 5k, b-ni də 5 tapmışam. Buradan da 5k bərabərdir 5-ə, k da bərabərdir 1 olur. k1, b5. Cəmi elədi 6e variantı. 14. Qiymətlər çoxluğunu tapın. Funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün əvvəlcə kökaltı ifadənin qiymətlər çoxluğunu tapırıq. Mənfi x kvadrat üstə gəlinsin 5x çıxılsın 6. Bunun qiymətlər çoxluğunu əvvəlcə tapırıq, sonra 2 əlavə eləyərik. Və biz burada görürük ki, x kvadratın əmsalı mənfidir. Gəlin bunun diskriminantını tapaq, köklərini tapaq yəni. Və yaxud da ki, mənfi d bölünsün 4 ayla, bunun görək ən böyük qiyməti neçədir? Mənfi d böl 4 ayla. Bu da eləyəcək diskriminant 25 çıxılsın 24. 1, məxrəcdə də qalır mənfi 4.
Mənfilər getdi qaldı 4-də 1. 4-də 1 də kök 6-dır axı. Kök altındadır funksiyamız. Ona görə kök altında 4-də 1 elədi 2-də 1. Deməli, kök altında mənfi x kvadrat üstə gəl 5x çıx 6. Biz hardan bildik bunun ən böyük qiymətidir? Deyirdik ki, əgər x kvadratın əmsalı mənfidirsə, ən böyük qiyməti var. Əgər x kvadratın əmsalı müsbətdirsə, ən kiçik qiyməti var. İndi bizdə x kvadratın əmsalı, yəni a mənfi olduğundan biz dedik ki, kök altında 4-də 1, yəni 2-də 1 bunun nə idi? Ən böyük qiymətidir. Ən böyük qiyməti 2-də 1-dirsə, kök 6 olduğundan məlumdur ki, bunun ən kiçik qiyməti də nə olacaq? 0 olacaq. 0, 2-də 1 bizdə nə oldu? Həmin bu kök 6 ifadənin qiymətlər çoxluğu. Bir də 2 var axı burada, 2 plus var. Ona görə bu aldığım parçaya 2 əlavə eləyəcəm. Olacaq 2 və 2,5. O da eləyir C variantı. 15. Fx funksiyasını tapın. Sadə sualdır bu da. Fx funksiyasını tapmaq üçün biz nə edirik? X-a 3-də 1 x deyirik. Yəni x-in yerinə 3-də 1 x qoyuruq. Olur 7 vurulsun 3-də 1 x üstə gəl 2. Buradan da 3'lər gedir. Qalır fx bərabərdir 3-də 7 x üstə gəl 2. O da hansıdır? E variantı. 16. İki tənlik funksiyanın qrafiklərinin kəsmə nöqtələrində, digər iki nöqtə isə bu funksiyanın təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tapın. Deməli, bizə bir y bərabərdir mənfi modulda x üstə gəl 8 və y bərabərdir modulda x çıx 6 funksiyalarının qrafiklərinin kəsmə nöqtələrində, digər iki nöqtəsi isə bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsi. Əvvəlcə bunların biz kəsmə nöqtəsinin koordinatlarını tapaq. Kökdə x çıx 6. 2 dənə modulda x bərabərdir 14. Modulda x bərabərdir 7. X bərabərdir müsbət mənfi 7. Bunları bildik. Deməli, biri mənfi 7-dir, biri müsbət 7-dir. Mənfi 7-ni qeyd eləyək burada. Müsbət 7-ni qeyd eləyək burada. Mənfi modulda x üstə gəl 8 funksiyasının qrafikini quraq. Bir də müsbət modulda x çıx 6 funksiyasının qrafikini quraq. Deməli, bunların təpə nöqtələri hansı olacaq? Təpə nöqtələri biri olacaq modulda x çıx 6-dır. Burada da x-a 0 verməliyəm. Baxaq. Modulda x olsaydı, bunun qrafiki olardı bu formada. İndi çıx 6 olduğundan bu 6 vaid aşağı düşəcək. 6 vaid aşağı düşdü. Oldu belə. Bu nöqtə. Y-də də yenə x-ə 0 verməliyəm. Yəni 8 olacaq. Oldu bu nöqtə. Qrafik. İndi bizə deyir ki, təpə nöqtələri bu nöqtələrdə olan nəyi tapaq? Dördbucaqlının sahəsini tapaq. Bu formada. Biz yuxarıdakı üçbucağın sahəsini tapsaq, aşağıda da ayrı tapsaq toplayarıq. Bu üçbucağın sahəsi üçün oturacaq görürük ki 14'dür. Çünki buradan bura qədər 7, buradan da bura qədər 7. Oturacaq 14'dür, hündürlük 8'dir. Onda S1 nə eləyəcək? 2'də 1 vurulsun 8 vurulsun 14. Elədi 56. S2'də də yenə oturacağı eynidir. Sadəcə hündürlük 6'dır. 2'də 1 vur 6 vur 14. Bu da elədi 42. Və bunların cəmi elədi 98. Cavab E variantı. Yəni, bu funksiyaların təpə nöqtələrini deyəndə biz funksiyanın qrafikini çəkərək də görə bilərik. Necə ki, birini çəkdik, gördük mənfi 6 nöqtəsidir və yaxud da ki, x-ə 0 verib də təpə nöqtəsini tapmaq olar. 17-ci sual. Funksiyanın ən böyük qiymətini tapın. Funksiyanın ən böyük olması üçün məxrəc ən kiçik olmalıdır. Məxrəcdə də bilirik ki, modul var. Modulun da ən kiçik qiyməti 0'dır. Onda olar 20 bölünsün 0 üstə 4, elədi 4. 20'ni də 4'ə böldük 5. Cavab oldu C variantı. 18. Tənliklərdən hansının bucaq əmsalı mənfi 4'də 3'dür?
Biz nə edirik? B variantında görürük ki, y bərabər x funksiyasıdır. Bu bucaq əmsalı 1-dir. C variantında görürük ki, y bərabərdir -4-də 3x-a. Bu da elə -4-də 3 olan C variantı budur. Yəni hər birində y-i tapırıq, sonra x-in əmsalı -4-də 3 olanı seçirik. 19. Fx bərabərdir 3x çıxılsın 11. J 3x plus 2 bərabərdir 2x plus 5. F J8'i. J8 tapmaq üçün əvvəlcə biz burada x-a 2 verməliyik. X-a 2 verəndə olur 3 vur 2 üstə gəl 2, 8. J8. Burada da 2 vurulsun 2 üstə gəl 5. 4 üstə 5, 9. Onda F J8'i bizdən soruşursa, J8 9 olduğundan elə F 9'u soruşur. Bu da eləyir 3 vurulsun 9 çıxılsın 11. 27'dən də 11 çıxanda eləyir 16. D variantı. Biraz sürətli izah edirəm. Əgər hardasa bir mexanik hesablama səhvi olsa, onları nəzərə alarsınız. 20. Simmetriya oxu x-2 olan parabolanın təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Simmetriya oxunun tənliyi bilirik ki, x bərabərdir -b bölü 2a-dır. Onda x bərabərdir. Bizdə b-nin yerində p plus 1-dir. A da bizdə 1 olduğundan böldürəm 2-yə bərabərdir -2-yə. P plus 1 buradan bərabər 4-ə, çünki mənfilər gedir. P bərabərdir 3-ə. Onda funksiyam nə oldu? Y bərabərdir x kvadrat üstə gəlinsin 4x üstə gəlinsin q. Deyir ki, təpə nöqtəsi apsis oxu üzərindədir. Təpə nöqtənin apsis oxu üzərində olması nə deməkdir? Yəni apsis oxuna toxunur. Bunun diskriminantı 0-a bərabərdir. Onda diskriminantını tapırım. D bərabərdir 16 çıxılsın 4q. Bu da bərabərdir 0. 4q bərabərdir 16. Q də bərabərdir 4-ə. Q4, P3 cəmi elədi 7. 21. Uyğunluğu müəyyən eləyin. Deyir, tək funksiyanın qrafiki ola bilər. Görürük ki, bir x kvadratın qrafiki x üstü cüt dərəcədir, yəni qrafiki. Bu da tək funksiya ola bilməz. Paraboladır. İkinci amma baxırıq ki, bu x kubun qrafiki ola bilər. X kubun qrafikidir. Onda deməli x kub da tək funksiya olduğundan 2-yə gəldi A variantı. X kvadrat funksiyasının qrafik şəklindədir. Bu da birinci uyğundur, o şəkildədir. Deməli 1-ə gəldi B. Cüt funksiyasının qrafiki ola bilər. O da 1-ə gəlir C, B və C. Sonra nə tək, nə cüt funksiyanın qrafikidir. O da üçüncüyə aiddir. Çünki yarısı xətti funksiyadır, yarısı isə parabolanın bir qoludur. Bu da nə tək, nə cüt funksiyadır. D variantı. X-Q funksiyasının qrafik şəklindədir. Bu da 2-yə gəlir Y variantı. 22-ci suala baxaq. 22-ci sualda deyir, qiymətlər çoxluğunu tapın. Y bərabərdir Y üstündə x üstə gəl 1 bölü x. Əvvəlcə x-in 0-dan böyük halına baxaq. Onda x 0-dan böyük halında bunun ən kiçik qiyməti, çünki bilirik axı a plus b ən kiçik qiymət nəyə bərabərdir? Kiçikdir 2ab-yə. Onda x üstə gəlinsin 1 bölü x-in ən kiçik qiyməti olacaq 2 vur x vur 1 bölü x, yəni 2-yə. X-lər getdi, qaldı 2. Əgər bunun ən kiçik qiyməti 2-dirsə, ən böyük qiymətdə dedik müsbət sonsuzluğa qədər gedə bilər. Onda olur y kvadratdan müsbət sonsuzluğa qədər. Bir də x-in mənfi halına baxaq. X mənfi halda olanda necə olur? Onda x üstə gəl 1 bölü x-in ən böyük qiyməti olur mənfi 2 vurulsun x vurulsun 1 bölü x. Bu da eləyir mənfi 2. Və ən kiçik qiyməti nə olur? Ən kiçik qiymət də biz dedik ki, üslü funksiya olduğundan bu mənfi qiymət ala bilmir, 0-dan böyükdür. Olur 0-dan y üstü mənfi 2-yə. Deməli, nə oldu? 0-dan y üstü mənfi 2-yə birləşmə y üstü 2-dən müsbət sonsuzluğa qədər. O da oldu C variantı. 23. Funksiyanın təyin oblasını tapın. Tək dərəcədən kökdür. Onda burada mənfi sonsuzluq, müsbət sonsuzluq istənilən qiyməti ala bilər.
24. Bütün ədoxunda azalan fx və artan gx funksiyaları yalnız müsbət qiymətlər alır. Yalnız müsbət qiymətlər alır. Hx bərabərdir fx üstəgəl 1 bölü gx funksiyasının verilən qiymətlərdən hansı ən böyükdür? Əgər fx azalandısa və gx artan funksiyadırsa, onda 1 bölünsün gx də azalan funksiya olar. Çünki, məsələn, əgər j2 tutaq ki 5'dir, gx artan funksiyadır axı, onda j3 6'dır. 1 böl olanda isə bu 1 böl 5 olar, bu 1 böl 6 olar. Sürət eynidir, məxrəci kiçik olan böyükdür. Avtomatik j2 j3-dən böyük olar. Yəni, azalan olar artıq məxrəcdə olduğu üçün. Bu da o deməkdir ki, hx bərabərdir fx üstəgəl 1 böl gx-də. Fx də azalandı dedik, 1 böl gx də azalandı. Onda hx də azalan funksiyadır. Azalan funksiyada hansı ən böyükdür? Deməli, baxaq indi qiymətlərə. Birincidə qiymət 3'də 1'dir, ikincidə 5'də 3'dür, o biri 6'da 5'dir, o biri 4'də 1'dir, o biri 7'də 3'dür. Bu qiymətlərdən ən kiçik olanını biz götürərik. Ən kiçik olan da deməli 3'də 1, 4'də 1'dən böyükdür. 5'də 3, 7'də 3'dən böyükdür. Sonra gəlin bunları müqayisə eləyək indi. Ortaq məxrəcə gətirək. Ortaq məxrəc deməli bunlar üçün nə olar? 60 olar. 60, 36, bu eləyəcək 60'da 50, bu da eləyəcək 60'da 15. Ən kiçik oldu 60'da 15, yəni 4'də 1. Deməli, h4'də 1 ən böyük olacaq. Çünki azalan olduğu üçün. Azalan olduğu üçün. Çünki azalan funksiyada biz demişdik ki, x1 x2'dən böyükdürsə, fx1 kiçikdir fx2. 25. Funksiyanın təyin oblastını tapın. Təyin oblastı kök 6'dır, cüt dərəcədəndir, 5 x kvadrat və biz bunu sıfırdan böyük bərabər götürüb həll eləyərik. Sıfırdan böyük bərabər götürüb həll eləyərik. Bu da mənfi kökdə 5 ilə müsbət kökdə 5 aralığında parçasında qiymətlər alar. Cavab oldu B variantı. Keçək 26-cı suala. Funksiyanın qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Deməli, bu üslü deməli funksiyadır. Üslü funksiyada deməli demişdik ki, aldığı qiymətlər hamısı müsbətdir. 2 üstü mənfi x kvadrat çıxılsın 2x üstəgəl 5. Biz əvvəlcə bunun qiymətlər çoxluğunu tapaq. Mənfi x kvadrat çıxılsın 2x üstəgəl 5'in də biz demişdik ki, aldığı mənfi olduğundan x kvadratın əmsalı. Bunun ən böyük qiymətini bilirik. Ən böyük qiyməti də mənfi d bölünsün 4 ilə tapırıq. Diskriminant eləyir 4 üstəgəlinsin 20, yəni 24 bölünsün mənfi 4. Bu da elədi 6. Onda bu funksiyanın ən böyük qiyməti kök altında 2 üstü 6'dır. Bu da eləyir kök altında köksüz 2 üstü 3, yəni 8. Ən kiçik qiymət nədir? Dedik ki, kök 6'dır, həm də üstü funksiyadır. Bu mənfi qiymət ala bilmir. 0, 8 formasında. 8 daxildir. İndi sayın soruşur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunlar oldu bunun qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayı. 27. Parabolasının təpə nöqtəsinin koordinatları. Təpə nöqtəsinin apsisi mənfi b bölünsün 2a, ordinatı da mənfi d bölünsün 4a-dır. Bizdə b nədir? B 12'dir. A da mənfi 6'dır. 2'ni mənfi 3'ə vuranda elədi mənfi 6. Bu elədi 2. Diskriminantı 144 çıxılsın 4 vur 3 12. 12'ni də 13'ə vuranda deməli görək neçə eləyir? 12 vurulsun 13. 3 vur 2 6. 3 vur 1 3. 1 vur 2 2. 1 vur 1 1. 156. Çıxılsın 156. Məxrəcdə də mənfi, deməli məxrəcdə də 4a-dır. 4-də mənfi 3'ə vurdu, belədir mənfi 12. Bu mənfi ilə bu mənfi getdi. 144'dən 156 çıxanda qalır mənfi 12. Mənfi 12'ni də 12'yə böləndə elədi mənfi 1. Deməli bunun təpə nöqtələri oldu 2, mənfi 1. Cavabdır variant. Keçirik 28'e.
2 mənfi 5 nöqtəsi parabolanın simmetri oxu üzərindədir. Simmetri oxunun tənliyi dedik ki, x bərabərdir mənfi b bölünsün 2a-dır. Bizdə b k plus 2-dir. A da mənfi 2-dir. 2-ni mənfi 2-yə vurdum, elədi mənfi 4. Deməli, M2 mənfi 5 nöqtəsində x 2-dir də. X 2-dirsə, onda 2-yə bərabər eləyərik. Çünki bizdə x bərabərdir mənfi b bölü 2a-dır simmetri oxunun tənliyi. Mənfilər getdi. K üstə gəl 2 bərabərdir. 2 vur 4, 8. 8-dən 2 çıxıram, eləyir 6. Mən K-nı 6 tapdımsa, onda funksiyam nə oldu? Mənfi 2x kvadrat, üstə gəl 8x, üstə gəl 2. Təpə nöqtəsinin ordinatı da mənfi d bölü 4-adır. Burada da düsturda yerinə qoyub hesablaya bilərsiniz. Sadə deyə hesablamanı aparmıram. 29-cu sualda yuxarıda eyni formada olan bir sualı yazdıq. Sadəcə rəqəmləri fərqlidir. 30-cu sual. B parametrinin hansı qiymətində parabolasının təpə nöqtəsinin apsisi 1-ə bərabərdir? Apsisi nətər tapırdıq? Mənfi b bölü 2a ilə. Bizdə b-nin yerində elə b-dir, a isə mənfi 1-dir. Elədi mənfi 2. Bu da apsisi bərabərdir 1-ə. Mənfilər getdi, b bərabər oldu 2. Cavab E variantı. Keçək 31-ci suala. Əsas dövrü 7-yə bərabər olan funksiya bütün ədoxunda təyin olunmuş tək funksiyadır. Bundan da yuxarıda yazmışıq, eyni qaydadır, baxıb yaza bilərsiniz. M-in hansı ən kiçik qiymətində parabolasının təpə nöqtəsi 1-ci rübdə yerləşir. Təpə nöqtə 1-ci rübdə yerləşirsə, deməli, nə edirik burada? Əvvəlcə funksiyanın görək təpə nöqtəsi 1-ci rübdə hansı halda yerləşir? 32-ci sual. Y bərabərdir x kvadrat, üstə gəl 2 vurulsun m çıx 5, x üstə gəl m kvadrat. Birinci rüb buradadır. Əgər təpə nöqtə burada yerləşirsə, deməli təpə nöqtənin apsisi də müsbətdir, ordinatı da müsbətdir. Onda biz təpə nöqtəsinin apsisini də tapırıq, 0-dan böyük eləyirik. Təpə nöqtənin ordinatını da tapıb 0-dan böyük eləyirik. Təpə nöqtənin apsisi nədir? Mənfi b bölü 2a. Bu da 0-dan böyükdür. Ordinatı nədir? Mənfi d bölü 4a. Bu da 0-dan böyükdür. Yerinə qoyuruq sadə hesablamalardır. Məsələn, birini mən qoyuram, ikincisini özünüz baxıb yaza bilərsiniz. B bizdə nədir? 2 vurulsun, m çıx 3. A da 1'dir. 0-dan böyükdür. 2'lər getdi. M çıx 3 0-dan kiçik olacaq. M də mənfiyə görə. M də 3-dən kiçikdir. Bunu tapdıq. Eyni qaydada burada yerinə qoyub bu bərabərsizliyi həll edirsiniz. Alınan cavabları kəsişdirirsiniz. Məsələ həll olur. 33. Funksiyanın qrafiki verilmişdir. Tənliyin neçə müxtəlif həqiqi kökü var. Funksiya görürük ki, bir x bərabərdir mənfi 5-də 0-a bərabərdir. Bir də x bərabər 4-də. Ona görə bir dəfə f mənfi 5 bərabər 0. Bir dəfə də f4 bərabərdir 0-dır. Onda yazıram 4 çıx 3x kvadrat bərabərdir mənfi 5. Buradan 3x kvadrat bərabərdir 9-a. X bərabərdir plus minus kökdə 3. Bir də 4 çıxılsın 3x kvadrat bərabərdir 4-ə. Çünki nəyə görə? Bizdə deyir axı f4 çıx 3x kvadrat bərabərdir 0-a. Ona görə də biz bir dəfə bura mənfi 5 qoyuruq, bir dəfə 4 qoyuruq. Bir də x elədi 0. Deməli plus minus kökdə 3, bir də 0. 3 dənə kökü var. O da elədi D variantı. Keçək 34-cü suala. Funksiyasının neçə sıfırı var? Sadəcə 0-a bərabər eləyib həll edirik. x4 çıx x kvadrat çıx 12 bərabərdir 0. X kvadrata bir t deyirəm. Olur t kvadrat çıx t çıx 12 bərabərdir 0-a. Bu da eləyir t çıxılsın 4, t üstə gəlinsin 3 bərabərdir 0. Bir elədi t bərabərdir 4, bir elədi t bərabərdir mənfi 3. 2 dənə sıfırı var. 35 azalan xətti funksiyadır. Onda f, fx bərabərdir 25x çıx 16. Olarsa f mənfi 2-ni tapın. Deməli biz burada nə edirik? Azalan xətti funksiyadırsa, fx funksiyası olsun bir kx plus b şəklində. Onda fx deyəndə nə deyirik? Yəni fx funksiyasında x'in yerinə bir dəfə də kx plus b qoyarıq. Yəni f kx plus b-ni bizdən soruşur. Mən də götürürəm bu funksiyada x'in yerinə kx plus b qoyuram. Onda nə olur? Olur f fx
K vurulsun kx üstəgəl b üstəgəl b. Bu da eləyir k kvadrat x üstəgəl kb üstəgəl b bərabərdir 25x çıx 16. Qeyri-müəyyən əmsallar üsuluna görə x-in əmsalları sərbəst həddin bir-birinə bərabərdir. X-in əmsalı k kvadrat, burada da 25. K kvadrat bərabərdir 25-ə, k bərabərdir plus minus 5. Azalan dediyi üçün biz mənfi 5-i götürərik. Çünki azalan funksiyadır. Sonra b-ni necə tapırıq? B-dəki sərbəst hədlərdə bərabərdir dedik. KB üstəgəl b elədi mənfi 16. Mənfi 5b üstəgəl b elədi mənfi 4b bərabər mənfi 16-ya. B də bərabərdir 4-ə. Onda funksiyam nə oldu? Funksiyam oldu ki, fx bərabərdir mənfi 5x çıx 4. F mənfi 2-ni soruşur məndən. X-in yerinə mənfi 2 qoyanda eləyir 6. Deməli, 6 eləyir də. Baxaq. Mənfi 5 vur mənfi 2 elədi 10. Ondan da 4 çıxırıq. Eləyir 6. Cavabda 6 yoxdur. Bir də baxaq. Görək k kvadratı x üstəgəl kb üstəgəl b bərabərdir 25x çıx 16-ya. Deməli, k kvadrat bərabər 25, k elədi plus minus 5. Buradan da k-nı mənfi 5 götürdük. Mənfi 5b üstə b mənfi 4b 16 b elədi 4. B 4'dür. Burada biz üstəgəl 4 yazmalıyıq. Onda eləyəcək 10 üstəgəl 4 14. Bu da oldu C variantı. Bura qədər sağ olun, salamat qalın. Ola bilsin sürətli izah elədiyim üçün bir neçə hesablama səhvi ola bilsin olsun. Onları da diqqətlə baxsaz, nəzərə alarsınız, düzəlişi eləyərsiniz. Sağ olun, salamat qalın.